qardaş, onu ver baxım görüm, ver. Ha, bu da yaxşıdır, yaxşı olma. Neçədir ki bu? 50 manata. Krediti neçə olar? Yəni kreditlə götürsək 18 ay. Hə, kreditlə 50 manatdır. Oy da, başqası yoxdur. Var, ver görüm bir dənə də. Qoz qıran telefonlar var, ondan da ver. Nokia ver, Nokia. Hə, o neçədir bu? Aylığı neçədir bir ayı? 15 manat əfişəm. Alıram. İlkini bura oydu. İlki nə qədər ödəməliyəm? 30 manat. 1, 2, 3, 4, 5, 10, 15 elədi. 20, 35 deyəm manatlar. Ala qardaş 30 manat. Ha, sağ ol. Oydu. Axır gözümə telefonu aldım mən. Nə yaxşı. 30 manatı verdim. Da neyse gedim taksiyə başlamış, gec oldu deyə. Gəlin taksini işləyim. Oyda, nə yaxşı, nömrə də var idi. Elə konturuna zaten nömrəncə də hamısından verdi. Bu neçədə 500-600 manat deyəsən. Aylığı 15 manat, bir dəqiqə mən hesablama eləyim. 18-i 18-15-ə vuranda, 18-15-ə vuranda. Mən də o qədər ağıl olsaydı, mən niyə indi 07 sürürdüm axı? Nəysə, deyən, gedim mən taksimi işləyim ki, yaşıldır. Bas, dön buradan getdi. Telefonumu da aldım, burada nələr var ha. Amma rus dilindədir. Mənim rus dilim yaxşı deyil axı. Nəysə, baxaq deyindi də, bəlkə anladım da nəsə. Mənim rus dilim birazdır. Belə də qırıq-mırıq bilirəm də oradan buradan. Nəysə, gedim taksiyə, şirkətə gedim, oradan oydu, qırmızı ışıqdan keçsin. Nəysə, onsuz radar yox idi. Keçim, şükür, telefonu da aldıq, maşını da aldıq. Bir dənə ev problemidir. İşləsəm bir, belə eləyək də, hər dəfə 1000 alsam, evin biri, nə bilim, 500 min falan oldu. Yəni, ola vurmuşdum. Keçsə, ay pəmbə, golf. Nəysə, evin biri 500 mindən olsa, mən 1000 yığsam, 1000, 2000-dən hesablayaq da, ən çoxundan 2000-dən böləndə 500-ü 250, 250 il, yox, çox oldu, elə bil, 250 il, mənim indi 20 yaşım var, qaldı 250 ilə, yox ha, bir dənə 25 il, 25 ilə 25, mən onu nətər hesapladım ha, qıcqırmış Albert Einstein mən, ayda, süper. 25 ilə bir dənə ev ala bilirəm. Yəni 45 yaşında evim ola bilir. 500 minlik sadə bir otaqlı ev ala bilirəm, şükür. Yaxşıdır, buna da şükür. Nəysə, şirkətə demək olar ki, satmışam. Nömrəmiz adında dost tanış deyəcəm, kim var güyəyə. Deyəm, burada saxlayayım, deyəm, yolun içində saxlamışam. Verim qırağa. Yəni, telefondan hər şeyə baxa biləcəm də, o insan saxlayayım burada, nəsə olsa özləri xəbər eləyərlər də, şirkət də buradır. Saxlayayım burada, telefonla biraz burada qurtdalanma oynayayım. Ay, mesaj gəldi. Yol dedin, kim? Nə deyir ala bu? Oy da, Rus, nəçəsin da? Deyən, nəsə, dön buradan, dön, qəşək. Bunu deyən görüm, ingilis dil eləyə bilərəm. Rus dilindən az-maz bilsəm də, ingilis dilini belə də yaxşı bilirdim. O vaxtı marağım var idi. Başım olmadığı üçün öyrənməmişdim. Nəysə də. Deyən, göstərir də, burada göstərir, qəşək. Nəysə, getdim də batıb deyib bütün ay. Nə gündədir, ala bu, nə gündədir. Kanisterlərdə oradan dəmir, nə tapmışam, hamısını yığmışam bagaja. Maşın da getmək bilmir. Çox ağırlaşıb deyə maşın. Uyda, görəsən, zəng eləmək nətər şeydir, görəsən. Dostlarımdan zaten görürdüm. O birisi qohumlardan zaten da mənə çağıranda yanlarına zəng gəlirdi. Çox zəng gəlir onlara. Ya, adam bu qədər zəng gəlməzi. Deyəm, neçə nəfərdir, 2 nəfər, 3 nəfərdirlər. Deyəm, çox zəng gəlirdi onlara. Deyəm, görəsən, mənə də elə zəng gələr. Bir daha burada, oy, qəşək, bir daha rutusunu çəkdim, qəşək. Drift elədim. Bu nə rəngdə? Bu maşın rəngi qara eləyəcəm, qəşək. Nəysə. Satdım ki, saxla. Siz idiniz taksi sifariş eləyən. Ha, buyurun, gəlin. Salam qardaş, gəl, buyur, gəlin. Zəhmət olmasa minin. Ay qardaş. Qardaş, minin də, ay qardaş. Bacı, niyə minmir o? Bacı dənə minsin də o.
Hə, sağ ol. Ay, bu cəmaət sağ ol deyin də taksi şoferiyəm də nə olar ki? Ay, düş görün burdan. Ay qardaş sağ ol dedə gedirsən panyatkan olsun da panyatkası. Ay gedir sağ ol da demir sağ deyirəm qolu qalır özümdə ya. Bunlar nə tər adamlar? Allah diyorum vurdum ala maşını. Allah diyorum vurma. Ehtiyatlı dön buradan. Nəsə 700 manat pul verdilər. Yaxşıdır buna düşür. Aa bu nə da? Bunlar nə məqsədləri var? Deyirəm, o dünən yuxumdan çıxan görmüşəm. Mən sağ deyirəm, qolu qalır ağzımda. Yuxumda bir nəfərlə danışıram. Dediyimin ancaq ağzım yarıda qalır hamısı. Bir sağ ol deyin, görüşərik deyin. Panetkalı qaqaş çıxmadı ya qabağımıza. Nəysə. Sən gəlir. Saxla burada bir dəqiqə. Mən buradan dönüş olur. Hə, buradan dönüş icazə ver. Dön buradan, saxla buradan. Deyən zəng gəldi. Alo, salam. Kim idi? Salam. Sizi biz bankdan narahat eləyirik. Sizin deyəsən bir telefon almısınız. Telefon markası Nokia olmalıdır. Onun pulunu cəld ödeyin zəhmət olmasa. Qardaş, aylıq almışam. Nə ödəmək, nədən danışsan sən? Bu telefonu mən indi almışam. Necə? Mənə başım çıxmadı. Mən niyə indi ödəməliyəm axı? Qardaş, belə deyək də. Həmin o sizin aldığınız yer yalancılı yəni. Banka da olduğu qədər çox borcu var. Siz yəni aldadıbdılar. Çox borcu olduğu üçün sizdən almalıyıq. Hər kəsi yığmışıq ondan telefon alan falan. Yəni ödeyin. Ödəməsəz nə mülkünüz falan varsa hamısını əl qoyacağıq. Nə danışırsın? Ay Allah, hər yalancı gələr mənə tapar. Hər yalancı. Yaxşı, ay qardaş, nə qədər idi? Telefon qiymətini də soruşmamışdım. Telefonun qiyməti oy maşallah. Siz niyə Nokia almışsınız bu qiymətə? Pro Max ala bilər. Nə dediniz? Propoto kimdir? Pro Max. Yəni iPhone Pro Max, 16 Pro Max ala bilərdir. 6000 qiyməti var bu Nokia'nın. Siz bunu nə quraşdırmısınız? Bu niyə belədir? Nə 6000? Ürəyim ay 6000 nədir? 6000 ay. Yəni yenə deyirəm, ödəməsəz, yəni hər mülkümüzə əl qoyacağıq sizin. Ana baxırsan çıx get də. Adı bu elədi, sür maşını. Ay da deyir 6000. Deyəsən, ay dolandırıldım. Bəli, dolandırıldım. Oydum 6000 nədir? Dedi özü sabaha. Mən onu nə vaxt ödəməliyəm? Aldıyam burada baçıq var, benzin baçıq var. Düş bunu götür. Lütfen saparıb satıb eləyərəm. Hə. Gəl aç qobra. Qoyduq qəşək. Qoyduq ora. Ay da of. 6000 nədir? Hayda bir dənə də zəng gəlir. Bank deyin. Alo. Salam. Ayda. Kimdir? Ay, boş danışmayın da. Nə səsimiz qırıq gəlir. Salam. Səsim gəlir indi. Gəlir. Nə olubdu? Siz indi kimdə aldadıb məni? Maşınım? Hə, yaxşı 60.000 verməliyəm. Nə verməliyəm? Deyin, qardaş, nə danışsın? 60.000. Buradan keçim görüm. Camaat gəldi, girdim məni yapın. Qardaş, nə danışsın? 60.000. Nə maşın? Aldatmaq nədir? Ay qardaş, salam verməmişəm. Hə, deyin görüm nə danışsınız? Deyin. Of, 6000 hardan yığacam? Yaxşı, ay qardaş, sizin elə bir ki mirasınız, adı bu elə, nə mirası, mən burada nə zülmdəyəm, mən mirasdan danışır. Nə miras, mən kimdən miras qoyan? Miras, yox bir firas. Mən burada nə zülmdəyəm, mən mirasdan danışır. Telefonda adı bu elədim birbaşa, mən miras lazımdır, mən mirasdan danışır, hə. Xəstə camaat. Aldadırsınız da bəsdirin də az aldadın da məni. İndi bir də zibil çıxacam maşınca. Miras. Gedəcəm yanlarına maşını fethiyələr. Mənə lazımdır. Mən hələ 6000 hardan yığacam? Mən o vacibdir. Və bir dənə qozqıran Nokia. Nokia 6000 olar heç. Gedib ona iPhone zad alardım. iPhone yerinə Range Rover alardım da ondansa. Allah yenə sən gəlir. Adı bu elə görə ya. Nömrəsi nədir? Bu nömrə nə nömrədir? 2.
Təkcə 002 yazılıb deyə təkcə. Bu nə da? Yalancıdır da nəsə. At ora telefon sən Allah. 6000 aldığım telefona bax ya. Nəysə mən o pullardan qazanacağam. Kimdən borc alacağam? Mən nə edə bilərəm ha? Of, nəysə. Alo. Ay salam. Kim idi danışan? Sən orası maraqlı deyil kim danışan. Dediyin o kağızı oxu. Nə lazımdır? Get götür gəl. Qışqırma. O nömrə yaz o da bax 38. Ay bu baş üstə verin baş üstə. Adı böyle bu nə da? Deyən görüm oranı göstər. Nə var orada deyən? Oydu bunlar kimdir? Hay Allah titrəməyə başladım. Mən nə işə girdim ha? Ayda divarda bir dənə not gördüm. Notda yazılmış ki teslimat zat gizlin yazılmışdı. Başa düşdüm mən. Bir dəfə də mənim başıma işi gəlmişdi. Mən girmədim. Bu nədir ala deyəm. Mən pul ehtiyacım var amma eləməliyəm. Bunu bir dəfə də olmuşdu elə bir şey. Evləri zadı yapışdırırlar. Teslimat, pendir özdə. Bunun içində pendir zat var. Pendir aparacam mən. Ayda pul lazım deyə gör nə işləri girmişəm. Salam aleyküm. Götürə bilərəm mən bunu? Götürə bilərəm də yəqin. Allah götür, qaç. Bağla bagaj, bağla. Ay Allah, mən nə işə girdim ha? Mən kimin, nə elədim ala? Bu nədir? Güya kimi taksimi işləyirdim də, mən niyə belə bir işə girdim axı? Mən dəmir yığanda belə bir iş görmüşdüm. Dilənçilərə deyirlər ki, kasıblara da yəni onlara deyirlər ki, işimizi belə eləyin də. Bu mafyadır, nədir, belə bir şey idi. Kinolardan görmüşdüm. Bir dəfə çayxanaya oturmuşdum, kino açmışdılar orada. Nəysə da, aparım bunu verin, mən nə şey gördüm. Mənlə danışmağına baxı, görək nə? Deyir, nə bilim, sağ lazım deyir. Ay Allah, mən nə şey girdim. Aparım verim, görüm bu. Ay Allah, mən məsələ lazım sən mafyalarla iş görəsən. Pendir təslimatına da mən bunun içində niyə pendir aparmaq mafya? Sən o mafyanın qabağıdır. Belə rənglər ancaq mafyanın olur da. Üstündə mafya yazılıbdı. Deyən ki, görək bura qapınıza kim satacaq, şurası saxla. Nə oldu ala? Bura 5000 qoydu, getdi. Pəncərəni açdı, 5000 qoydu, getdi. 5000 nədir? Birbaşa 5000 pul verdi ya mənə. Fişam, süper. Daha noşyan pulunu eləyə bilərəm, maşınım da getməz. Oydu, o nə ildi ala elə? Sonra o 5000 verdi ya birdən-bir. Mən bu işləri getməyim. Bunlar gəlsin özləri ellər ki, adam lazımdır da onlara. Nəsə, dön buradan da qırmızıdan cərimələr yığılıbdır belimə. Adam lazımdır da yəqin onlar. Çünki bir dəfə niyə bir dənə şey aparmağı 5000 versinlər axı. Düz 5000 versinlər deyən. Saxlayayım mən burada həmin ki o adama zəng eləyim. Yığın bir dənə ona. Bu nədir ala? Düt. Ancaq düt eləyir ha bu telefondakı. 6000 aldığım telefona bax. Alo. Salam. Ay qardaş, mən yığdım o pulu. Hə, lap yaxşı. Siz hardan göndərsiniz? Deyəsən bankomatdan göndərəsiniz. Çünki biz çox uzaqdayıq, yəni sizdən götürə bilməyəcəyik pulu. Hə, lap yaxşı. Bankomatdan göndərərəm onda. 6000 idi, o an zatsaq olmaz. Ay qardaş, pomidor xiyar almırsan, nə borc ödəyirsən, nə danışsan sən? Ay qış. O da belə qışqırır ha bu. Nə qışqırmaq da bu? Düz deyildi, mən də nə indirim? Borc ödəyirsən, deyirsən indirim olar. Nəsə, gəlin bankomatdan da pulumu ödəyim. Elə bir dənə buradadır bankomat. Pulumu ödəyim, sonra gedim. Ay bu mafya nə yaxşıymış ha. Amma tutulsam yəni mən rahat 10 ildən yuxarı həbs gözləyir də mənə də. Nəysə, aç buradan, bir bankomat buradadır. Düş buradan, gəl bura. Aha. Ödə görək bu pulu. 6000 oydu. 6000 nə var? Hamısını verirəm bankomata. Of. Ödədim. Nəysə, 1800 manat pulum qaldı. Deyir, bu nədir ala deyən? Ala bura... Deyən? Yenə mafyanın görə. Yo. Amma pulum da qalma. Mafya. Pulum qalma. Cem tak... Of. Mafyanın görevini eləyəcəm yenə. Şu görək bura nə yazılıbdır? Polis... İpucu ilə verirlər özdə bunları. Nə yazıbdır? Polis maşınları tapılmalıdır.
Bu nədir? Allah, bir də yazıb polis maşınları tapılmalıdır. Bu nədir? Bu nömrə qoyubdu bir də. Zəng elə görək, ala bunu yığ Nokia. 6000 aldım Nokia'ya bax ya. Satsam 200 manat satacağam. Yığ bunu, yığ ha. Alo, alo. Polis şey var ya, iş tapılmalı. Buraya bir şey yazmışsınız. O nədir? Onu bir dənə izah edə bilərsiniz. Nə izahı? İzah nədir? Getməlisən, tapmalısan. Bu qədər. Çox danışmayaq. Nəyi tapmalıyam, nə etməliyəm? Allah adı bu elədi. Deyir, nə yazıbdı? Bir dəfə diqqətlə oxuyum. Polis maşını. Amma Squid Game tapmaca tapıram. Bu nədir? Elə bir Squid Game-dəyəm, tapmaca tapıram ya. Bu nə daha? Polis maşınları tapılmalıdır. Bəlkə polis maşını oğurlamalıyam. Bəlkə də polis maşını oğurlamalıyam. Bəlkə də, amma yo, mən belə şey eləyənmərəm. Eləyənmərəm özdə heç vaxt. Mən yəni polisimə qarşı belə bir sayğısızlıq edə bilmərəm. Olmaz. Allah qardaş, çəkil görək, qardaş, çəkil görək. Yox, mən taksimi işləyəcəm. O nömrə təsir. Üzrlü sayını biz səhv yerə düşdük. Yəni bağışlayın. Yəni vay qardaş, dediksə eləməlisən. Eləməyimdən ola. Elə adı buyur, al bilən zəkər, bu nədir? Müəllim, siz deyəsən səhv başa düşdünüz bizi. Biz yəni aldatmırıq, heç bir şey eləmirik. O miras məsələ, adı buyur. Bu nədir? Başım qaçdı bütün. Bir dəqiqə, ala qardaşım, bu Mafya bir dəqiqə, səslərin hamısı qaçdı. Bu telefonun başı qaçdı bütün, ala. Mən mafiyanı danışı başqası zəng eləyir. Bu nə deməkdir? Bu nədir? Allah, mafiyada boynuma qoydu ki, eləməlisən. Eləmirəm, baxım. Nə eləyə bilər ki mənə? Nə eləyə bilər? Öldürə bilər. Öldürə bilər də, nə eləyə? Bu sabah öləcəm. Heç bir şey. Yenə zəng eləyir. Bu 002 nə nömrə deyə beləyir. Alo, hə, nə miras? Miras düşmüsən, nə miras? Aldatmaq istəyirsən, gəl aldat. Lox görmüsünüz? Gəlin aldadın da, gəlin, buyurun. Onsuz da indi ödəmişəm cəriməni borcu. İndi sən aldadasan. Müəllim, ay müəllim, sizi belə danışmaq yaraşmır. Yəni, üzr istəyirəm bu ifadələrimə görə. Biz sizi kimi bir hörmətli bir şəxs necə aldada bilərik axı? Hörmətli şəxs nədir? Bu nə danışır? Dünən nə bir zaybat eləyib deyə məni. Bu nə danışmaq istəyir? Deyən görüm. Nə deyirsən? Nə hörmətli şəxs? Nə müəllim? Denən görüm. Siz deyirsiniz, yəqin sizin adınız Süleymaddin bəydir. Süleymaddin yox, Süleyməddin. Süleymaddin nədir? A deyil, ədir. Süleyməddin, üzr istəyirəm, Süleyməddin. Sizə miras qalıbdır.